Azərbaycanda sosial-iqtisadi vəziyyət gündən-günə, aydan-aya, ildən-ilə pisləşməyə doğru gedir. Mən 2-ci Qarabağ savaşı başa çatandan sonra bizim sədaqətli izləyicilərimiz xatırlayarlar, vurğulamışdım ki, bundan sonra artıq İlham Əliyev Azərbaycanda nə qədər iqtidarda qalacaqsa, Azərbaycanda sosial-iqtisadi vəziyyət yalnız pisləşməyə doğru gedəcək. Artıq bu hökumətin Azərbaycanda sosial-iqtisadi problemləri həll etmək kimi bir imkanı yoxdur. Bitib. Bundan sonra baxın, bir daha cavabdehəm bu fikrimə görə. İlham Əliyev nə qədər hakimiyyətdə qalacaqsa, ancaq pisləşməyə doğru gedəcək Azərbaycandakı sosial-iqtisadi vəziyyət. Nəyə görə mən belə düşünürəm? Çünki, baxın, bu günə qədər olan çətinliklərin əsas obyektiv səbəbləri İlham Əliyevin siyasəti ilə bağlıdır. Nədir bu? Korrupsiyanın himayə olunması, ölkədə korrupsiyanın meydan sulaması, monopoliyanın meydan sulaması və iqtisadi və həmçinin siyasi azadlıqların olmaması. Deməli, ölkəyə sərmayə gəlmir, olan iqtisadiyyat isə korrupsiya və monopoliya vasitəsilə boğulur. Bax, bu köklü şərtlərdir ki, bu şərtlərə görə ölkənin iqtisadiyyatı pis gündədir. Kim bacarırsa olan pulunu ölkədən çıxardır və xaricdən də bura ancaq tutaq ki, neft, qaz və belə oxşar sahələrə sərmayə gəlir. Real olaraq sərmayə gəlmir.